Salamlayıram hər birinizi yeni mövzu izahatımızdan. Bugün sizinlə birlikdə biz danışacağıq Azərbaycan 9-11-ci əsr sosial-iqtisadi xüsusiyyətlərindən. Baxaq görək Azərbaycan bu dövrdə şəhər həyatına. Tamam. Azərbaycanda şəhərlərdən biz danışası olsaq. Bu dövr üçün Dərbənd şəhəri. Baxaq. Daha sonra Şamaxı, Bakı, Lənkəran, baxaq buradan biz baxaq, Bərdə şəhəri haqqında danışacağıq, Gəncə şəhəri haqqında, Təbriz, Ərdəbil, Mənət şəhəri, Mənət dağıdırsa buralarda bir yerdə olmalıydı, yanlış xatırlamıramsa. Başqa. Tamam, danışdıqca adları çəkildikcə danışarıq. Deməli, bu dövr üçün Azərbaycan şəhərlərinin ümumi xüsusiyyətlərinə nəzər salaq. Birincisi, hər bir şəhər orta əsrlərdə olduğu kimi iç qala, çöl qaladan ibarətdir. Şəhər yəni iki hissədən ibarətdir. İçəri şəhər var, bir də çöl, bayır şəhər. Və bundan başqa hər bir şəhərin ətrafı möhkəm qala divarları ilə əhatə olunub. Şəhərlərimiz əsasən ticarət yollarının kəsişməsində, ticarət yollarının üzərində inşa olunur. Və bundan başqa şəhərin mərkəzində bazar və bazarın yaxınlığında isə cümə məscidi yerləşir. Və hər bir şəhərin öz üçün öz iqtisadiyyatı var. Hər bir şəhər öz xüsusi belə deyək ki, əkin məhsulu ilə o dövr üçün orta əsrlərdə tanına bilir. Məsəl üçün Şəki və Lənkərandan biz danışası olsaq o dövrdə, Şəki və Lənkəran o dövrdə çəltik, yəni bildiyimiz düyü ilə tanınır. Çəltik bitkisini yetişdirilməsi ilə. Bundan başqa Dərbənddən, Şirvandan biz danışsaq, Dərbənd və Şirvan şəhərləri o dövrdə kətan parça istehsalına görə tanınırlar. Dərbənd şəhərini ümumiyyətlə görəndə bu kətan ifadəsini heç yaddan çıxartmayın. Lənkəran və Şəki haqqında da danışılanda bu çəltik ifadəsini heç bir zaman unutmayın. Bunlar əsasən testlərdə qarşılaşdığımız şəhərlərimizin xüsusiyyətlərdir. Digər şəhərlər haqqında da zaten ipəyi ilə Şəki, Şirvan, Gəncə şəhəri üstündə o dövr üçün. Bundan başqa yun məmulatı istehsal olunur Muğamda, Azərbaycanın cənub rayonlarında, Muğamda, Mildə, bu istiqamətlərdə və s. və ilaxır. Gəlin keçək biz əsas xüsusiyyətlərimizə. O dövrdə Azərbaycan şəhərləri haqqında əsas məlumatı biz ərəb səyyahlarından öyrənirik. Və ərəb səyyahları nə deyirlər baxaq. Birinci danışaq biz Bərdə şəhərimizdən. Bərdə şəhəri haqqında geniş danışacağıq. Bərdə, onun bir adı Arranın anasıdır. Arranın anası, Arranın ən böyük şəhəri. Bərdə şəhəri Arranın anası adlanır, Arranın ən böyük şəhəridir. Həmçinin o dövr üçün bizim bir ərəb səyyahımız var, İbn Hafqəl. İbn Hafqəl görün nə deyir? Deyir ki, Arran Azərbaycanın başlıca şəhəridir. Həm Arranın, həm Azərbaycanın başlıca şəhəri haradır? Bərdə şəhəri. Bundan başqa Bərdə şəhəri haqqında deyirlər ki, buraların Azərbaycanın Bağdadı. Deməli, Bərdə şəhəri o dövrdə hansı adlarla tanınır? Arranın anası, Arranın ən böyük şəhəri. İbn Hafqəl Arranın başlıca şəhəri olaraq adlandırır Bərdəni. Və Bərdə şəhəri haqqında danışılan zaman bu yerlərin, yəni Azərbaycanın iqliminin Bağdadı adlandırılır Bərdə. Bu ifadəni də yadda saxlayaq. Bərdə şəhərinin ümumiyyətlə inkişaf etməsinin çox mühüm, belə deyək, strateji əhəmiyyəti var. Ümumiyyətlə Bərdə şəhərinin inkişafının əsas səbəblərindən biri həm yerləşdiyi bölgə, həmçinin ərəblərin dövründə 705-ci ildən biz bilirik ki, Albaniya dövləti dağılır və Bərdə şəhəri ərəblərin canişinliyinin, Ərəb əmirliyinin mərkəzinə çevrilir. Ərəb əmirliyinin mərkəzinə çevrilməsi ilə birlikdə Bərdə şəhəri sürətli bir şəkildə inkişaf etməyə başlayır. Mərkəzi şəhər olur və həmçinin Bərdənin ətrafından ticarət yolları da keçir və bu da təbii ki, Bərdə şəhərinin inkişafına təsir göstərən amillərdən biridir. Lakin 944-cü il ki, yürüşü var idi Slavyanların. Bu faciə nəticəsində Bərdə şəhəri dağıdılır. Bərdədə məşhur bazar var, Kürk bazarı. Həmən o Kürk bazarı da yandırılır və Bərdə şəhəri tərtəmiz şəkildə belə deyək ki, dağılır. Bir daha özünə gələ bilmir orta əsrlər dövründə Bərdə şəhəri və inkişafdan qalır. Və daha sonralar Salari hökmdarı belə Mərzban ibn Məhəmməd Bərdə şəhərinin
toparlanması üçün, yenidən bərpa olunması üçün heç bir diqqət ayrılmır. Onun əsas diqqəti öz paytaxtı olan Ərdəbil şəhərində cəmlənir və bu da Bərdə şəhərinin o dövrdə geri qalmasına səbəb olur. Həmçinin Şəddadi dövləti ki yaranır, paytaxtı bilirik haraydı, Gəncə şəhəri və Gəncə şəhəri paytaxt olduğuna görə Şəddadilərin paytaxt şəhər həmişə yadda saxlayın. Paytaxt ya olsun, ya canişinliyin mərkəzi olsun. Mərkəz olan şəhər həmişə inkişaf edir, böyüyür. Ona diqqət həmişə daha çox ayrılır. Və Gəncə şəhəri də paytaxt idi o dövrdə Şəddadilərin və ticarət yollarının üzərində yerləşirdi Gəncə. Ticarət sənətkarlıq günü-gündən inkişaf edirdi və paytaxt olduğuna görə diqqət daha çox ayrılırdı və bunun nəticəsində Bərdə diqqət ayrılmır, Gəncə kimi bir şəhər yüksəlişə keçir və bunun nəticəsində Bərdə artıq sıradan çıxır. Bərdə şəhəri haqqında danışdıq, davam edək biz Dərbənd şəhəri haqqında danışaq. Dərbənd şəhəri haqqında deyirlər ki, Dərbənd dediyimiz kimi kətan istehsalının mərkəzidir. Həmçinin bu dövrdə diqqət 15-ci əsrə qədər Azərbaycanın birinci limanıdır. Azərbaycanın ən böyük birinci limanı deməli deyirik 15-ci əsrə qədər hansı şəhər? Dərbənd şəhəri. Artıq 15-ci əsrdən etibarən isə Bakı şəhəri bir nömrəli liman olacaq. Ancaq 15-ci əsrə qədər birinci dərəcəli liman şəhərimiz Dərbənddir. Dərbənddə əsas nə istehsal olunur? Kətan parçalar. Bundan başqa Dərbənddə artıq 10-cu əsrdə belə deyək, kanalizasiya sistemi quraşdırılmışdır. Şəhərin hər yerində kanalizasiya sistemi var idi. Bunu da yadda saxlayaq. Bu da Dərbənd şəhərinin xüsusiyyətlərindən biri. Davam edək biz danışaq. Bərdə, Dərbənd. Gəlin bir Təbriz şəhəri haqqında da məlumat verək. Təbriz şəhəri bu dövr üçün bizim bir səyyahımız var. Əl-Müqəddəsi. Nə deyir bu şəhər haqqında? Deyir ki, Təbriz şəhəri Bağdaddan belə üstün bir şəhərdir. Düşünün, Bağdadla müqayisə edir Əl-Müqəddəs Təbriz şəhərini və deyir Bağdaddan da üstün bir şəhər və həmçinin onu saf qızıla bənzədir. Deməli, Əl-Müqəddəs ərəb səyyahlarımızdan Təbriz şəhərini Bağdaddan belə üstün sayır və onu saf qızıla bənzədirdi. Bunu da yadda saxlayaq. Təbriz şəhəri də bildiyimiz kimi Rəvadilər dövlətinin paytaxtı olmuş ilk dəfə və daha sonralar bu kimi xüsusiyyətlər onun neyləməsinə, mərkəz şəhər olması onun inkişafına böyük təsir göstərmişdi. Davam edirik. Şamaxı. Şamaxı şəhəri də bildiyimiz kimi Şirvanşahlar dövlətinin paytaxtı olub, ipəyi ilə məşhur olubdur və mərkəz şəhər olması, paytaxt şəhər olması onun ticarətinin, sənətkarlıq sahəsində inkişafına kömək göstərir. Aroğun şəhərlərindən də biri. Davam edək. Tiflis. Tiflis şəhəri haqqında nə deyək? Tiflisi o dövr üçün ərəb səyyahlar Aranın şəhərlərindən biri sayır. Bərdədən, Dərbənddən danışandan sonra gəlirlər danışırlar Tiflisdən və onu da Aranın böyük şəhərlərindən biri olaraq qələmə verirlər və deyirlər ki, Tiflis suyu odsuz qızdırılan hamamlarla məşhurdur. Suyu odsuz qızdırılan hamamlar var burada və bunlar müalicəvi, belə deyək, əhəmiyyət daşıyır. Tiflisdəki bu hamamlar. Tamam. Başqa bizim burada hansı şəhər haqqında məlumat verək? Gəncə şəhəri haqqında. Gəncə şəhəri də bildiyimiz kimi Şəddadilər dövlətinin paytaxtı olubdur və Şəddadilər dövlətinin paytaxtı olduğu müddətdə sənətkarlıq, ticarət sahəsi burada çox inkişaf edib. Və bir xüsusiyyət vurğulayaq. Yadınızdadsa, 9-11-ci əsr Azərbaycandakı feodal dövlətlərindən danışanda biz sizə deyirik ki, bəs Şəki hakimliyi necə bir yerdə yerləşirdi? Xristianlıqla İslam dünyası arasında bir sərhəd nöqtəsi idi. Xristianlıqla İslam dünyası arasında mübarizə mərkəzinə çevrilmişdi Şəki hakimliyi. Bunu şəhər olaraq aid edən də Gəncə şəhərinə aid edirik. Gəncə şəhəri də Xristianlıqla İslam dünyası arasında sərhəddə yerləşir. Gürcülərlə Azərbaycan İslam dünyası arasında sərhəddə yerləşən şəhərimiz haradır? Gəncə. Bəs hansı ölkədir İslam dünyası ilə Xristian dünyası arasında sərhəddədir? Şəki hakimliyi. Bunları vuraq yaddaşa, yadımızdan çıxartmayaq. Tamam. Bundan başqa Gəncə şəhər həmçinin ticarət yollarının üzərində yerləşir. Hindistandan gəlib Azərbaycandan keçərək Qara dənizin şimalına gedən ticarət yolunun üzərindədir. Həmçinin biz bilirik 859-cu ildə hələ Şəddadilər dövlətindən əvvəl də
belə deyək, Məzyədlər sülaləsinin nəyi olubdur? Məzyədlilərin iqamətgahı olubdur bu şəhər. Düzdür? Tamam, bu ifadə də doğrudur. Danışaq biz bu dövr üçün. Yaqut Əl-Həməvinin ərəb səyyahının bir-iki sözündən. Yaqut Əl-Həməvi kimdir? Bu da bizim Azərbaycan şəhərləri haqqında məlumat veribdir. Və bildirir ki, Təbriz Azərbaycanın əsas şəhərlərindən biridir və ən böyük şəhəridir. Burada Dərbənd şəhəri haqqında məlumat verir. Deyir ki, Təbəristan dənizi yaxınlığında yerləşir və Ərdəbildən 2 kvadrat mil daha böyükdür. Təbəristan dənizi deyiləndə Xəzər dənizi nəzərdə tutulur. Deməli, Ərdəbildən 2 kvadrat mil böyük olan şəhər Dərbənd şəhəri, yadda saxlayaq. Yaqut Əl-Həməvi məlumat verib bunun barədə bizə. Təbriz şəhərinin böyük bir şəhər olması barədə bizə məlumat veribdir. Və həmçinin bizə Baküyə şəhəri deyir. Bakü şəhərinin o dövrdəki qədim adlarından Bakü şəhərinin adını çəkir və buranın da mühüm ticarət şəhər olması barədə bizə məlumat verir və Bakı şəhəri haqqında heç məlumat vermədik doğrusu. Bakı şəhəri də nə ilə məşhurdur? Azərbaycanın bu dövrdə yox, hələ 12-ci yüzilliyə keçəndə paytaxt şəhəri olacaq. Azərbaycanın 2-ci dərəcəli liman şəhəri idi. Dərbənd birinci ən böyük liman şəhərimizdir. İkinci ən böyük şəhərimiz Bakıdır və Bakı neft blokları ilə zəngin bir şəhərimizdir. Bunu da yaddan çıxartmayaq. Tamam. Şəhərlərimiz haqqında geniş məlumat verdik. Gəlin sosial-iqtisadi həyatın biraz daha dərinliyinə girək. Danışaq biz uluçlardan və danışaq biz azad kəndlərimizdən. Görək bunlar kimdir? Var, o dövrdə kəndlilər Azərbaycanda 2 qismə bölünüblər. Uluçlar, azadlar. Azadlar əsasən dağlıq ərazilərdə yaşayır. Adından göründüyü kimi azadlar. Yəni bunların heç kəsdən belə deyək ki, bir asılılığı yoxdur. Sadəcə olaraq dövlətə vergi ödəyirlər və salam. Uluçlar isə kimdir? Uluçlar asılı kəndlilərdir. Bunlar əsasən Azərbaycanın düzənlik bölgələrində yaşayırlar və ərəb feodallarından asılıdırlar. Bunun barədə biraz daha geniş danışacağım indi. Torpaqlar haqqında məlumat verək, deyək. Biz ərəb xilafət dövründə torpaq sahələrindən danışmışdıq, torpaq mülkiyyət formalarından. Eyni ilə 9-11-ci əsrdə də vəziyyət dəyişməyib eynidir. Divan torpaqları dövlət torpaqlarıdır və əsas gəlir bu xəzinəyə daxil olur və xəzinədən hökmdarın icazəsi ilə lazım olan dövlət işlərinə sərf olunur. Digər biri, xalisə torpağımız var bu dövrdə ortaya çıxdı. Xalisə hökmdarın nəslinə aid olan, hökmdar ailəsinə aid olan torpaqlar. Tutalım, hökmdarın nəslindən olan kim var? Şahzadələr, kraliçalar belə deyək və yaxud hökmdarın qohumları, əyanlar. Onlara məxsus olan torpaqlar tarixdə xalisə adlanır. Yadda saxlayaq. Davam edək. Deyək biz bu dövrdə nə haqqında danışaq sizə? Mülk. Mülk alınıb satıla, bağışlana bilər, icarə oluna bilər, hər şey oluna bilər. Mülk irsi torpağındır. Sənin torpağında xüsusi mülkiyyətdir, sahibi malik adlanır və hər bir hüququn var. Vəqf. Vəqf bildiyimiz kimi dini idarələrə, məscid, mədrəsələrə məxsus olan torpaqlardır və bunun sahibi olanlar nə edirlər? Bu torpaqda yaşayanlar daha doğrusu. Bu torpaqda, vəqf torpağında yaşayan kəndlər dini idarələrə vergilərini ödəyirlər, dövlətə yox. Davam edək, danışaq bu dövrdə biz iqtanı zaten bilirik, şərti torpaq mülkiyyət formamızdır və 9-11-ci əsrlərdə də yenə əsas torpaqlardan biri iqtadır. Xidmət qarşılığında şərti olaraq verilir müəyyən müddətə istifadə olunmaqdan ötəri. Bir digər torpağımız icma torpaqları. İcma torpaqları yadımızdadır. Kəndlərə məxsus torpaqları idi. Kəndlərin istifadəsində idi. Lakin, indi qulaq asın, icma torpaqları kəndlərə aid idi. Lakin vaxt keçdikcə feodalların özbaşınalığı, əlavə vergilərin alınması kəndləri pis vəziyyətə salır. Və bu kəndlər məcbur olur özləri ərəb feodallarına sığınırlar. Həmən ərəb feodallarına sığınan kəndlərimiz ərəblərdən asılı vəziyyətə düşür. Və belə asılı vəziyyətə düşən kəndlərimiz adlanır nə? Uluçlar. Və belə torpaqlar, yəni asılı kəndlinin torpaqları nə adlanır? İlcə. Yadda saxladıq. İlcə torpağın adıdır, uluc isə deməli asılı kəndlinin adıdır. Asılı kəndlinin əlində olan torpaq, ərəb feodalının əlinə keçmiş asılı kəndlinin torpağı nə adlanır? İlcə adlanır. Bunu da yaddan çıxartmayaq. Tamam. Kəndlərin vəziyyəti haqqında da danışdıq və bir məsələni də vurğulayaq, vergilər.
Bu dövrdə əsas alınan vergilərimiz nədir? Yenə can vergisi, cizgiyə vergisi var. Xristianlardan, Yahudilərdən, müsəlman olmayanlardan alınır. Var bizim bu dövrdə əsas vergimiz üşür, yadda saxlayaq, üşür vergisi. Üşür vergisi məhsuldan alınan vergidir. Ərəblərdə xərac var idi, Sasanilərdə xaraq. 9-11-ci əsr müstəqil dövlətlərimizdə isə bu vergi üşürdür. Məhsulun onda birini təşkil edir. Torpağa görə məhsulun onda birini vergi olaraq sən dövlətə ödəyirsən. Bu vergi də adlandı üşür vergisi. Digər bir vergimiz isə zəkat, ərəblərdən bildiyimiz kimi. Bu isə müsəlmanın daşıdığı əmlaka görə, müsəlmanın malik olduğu əmlaka görə özünün bacara bildiyi qədər ödədiyi bir vergi idi. Artıq dövlət tərəfindən belə deyək, hər zaman vaxtında alınırdı. Əvvəllər zəkat sadəcə verə bilənlərdən alınsa da, daha sonra dövlətin belə deyək, qanuni bir vergisinə çevrilmişdi və bildiyimiz kimi əlilliyi olan, xəstəliyi olan, zəif olan müsəlmanlar üçün yığılırdı. Lakin artıq daha sonra bu dövlət xəzinəsinə yığılacaq. Zəkat da dövlət özü mənimsəyəcək. Tamam, bunlar haqqında danışdıq. Bir ədəd danışaq qəbalə haqqında. Bunu yadda saxlayaq. Çünki gələn dərslərimizdə növbəti mədəniyyət mövzusunu, sosial-iqtisadi vəziyyəti keçəndə yenə deyəcəyik qəbalə haqqında bir belə deyək, istinad edəcəyik qəbaləyə. Qəbalə nədir? Qəbalə icazə kağızıdır. Nəyin icazə kağızı? Qəbalə verginin yığılması üçün belə deyək ki, dövlətə sən pul ödəyirsən, tutalım, hökmdar bir kənddən pul yığmalıdır. Məsəl üçün, M1 kənd, tutalım, Kərkicahan kəndi. Kərkicahan kəndindən dövlət illik vergi yığmalıdır. Məsəl üçün, 1000 manat. Məsələn, sən varlı bir kəssən, gəlsən dövlətə deyirsən ki, mən sənə 1000 manatı verirəm. Sən mənə vergi toplamaq hüququnu, qəbalə kağızı ver mənə, icazə kağızı. Mən sənə 1000 manat verirəm, vergini özüm toplayacağım. Dövlət qabaqçıdan vergini alır. Neynir bir də gedib kənddən vergi dilənməyi, kəndini bir saat ora çırpar, çıxaraq onun vergisini alır. Özünə əziyyət salmır dövlət. Deyir, lap yaxşı ver. 1000 manat aldı dövlət vergisini, çəkildi qırağı. İndi həmən o qəbalə kağızını, icazə kağızını alan şəxs gedir, vergini artıqlaması ilə əhalidən 3000 manat olaraq yığır. 2000 manat cibdədir və beləliklə qazanır. Deməli, qəbalə nədir? İcazə kağızı 91-ci yüzillikdə vergini almaqdan ötəri başqa bir belə deyək, sahələrdə də istifadə olunurdu. Əsasən vergi yığmaq, dövlətdən vergi yığma hüququnu əldə etməkdən ötəri alınırdı qəbalə icazə kağızı. Tamam, daxil olaq Azərbaycan mədəniyyətinə. Bu dövr üçün Azərbaycan mədəniyyəti haqqında danışaq 9-11-ci yüzillikdə. Birinci memarlıqdan danışaq. Memarlıqda əsasən Azərbaycanda qalaların tikintisi, məbədlərin tikintisi mühüm rol oynayır. Ümumiyyətlə 3-8-ci yüzillik, 3-7, 3-8-ci yüzillik Albanların mövcud olduğu dövrdür. Və Albaniyanın mövcud olduğu dövrdə Azərbaycanda əsasən xristian məbədləri və bir də müdafiə tikililəri inşa olunur. Bunların sıra-sıra sayası olsaq, bu artıq sizin əzbərinizə dayanır, yoldaşlar. Kitabdan anarsa evdən istifadə edin və yaxud sinif kitabından sadəcə əzbərləyin. Başqa yolu yoxdur. Sarabkert qalası, İsmayılda Cavanşir qalası, Samur səddi, Şirvan səddi, Dərbənd səddi, mən sizə deyim Şirvanda Çıraq qala, mən sizə deyim Ağoğlan məbədi Laçında, mən sizə deyim Üç Məzində Göy Mələkləri məbədi, bundan başqa Qazaxda Əski Para kəndi yaxınlığında Divar qalası, bundan başqa en qədər saya biləcəyimiz 3-7-ci əsrə aid Alban memarlıq abidələri var. Xocavənddə Amaras monastırı deyə bilərik sizə. Bunların hər birini artıq dövrlərinə görə əzbərləmək lazımdır. Hansı şəhərdə yerləşir, hansı dövrə aiddir. Başqa yolun yoxdur. Ləkkit məbədi var, Qum məbədi var, Şəkidə Kiş məbədi var. Görürsünüz, hər bir ağlıma gəldikcə deyirəm. Bu artıq əzbərə dayanan bir şeydir. Siz artıq bu 3-7-ci yüzilliyə aid bu qalalar, Alban qalalarını, Alban məbədlərini gərək əzbərləyərək öyrənəsiniz. Bunlar bu. Daha sonra və yaxud da belə bir üsuldan istifadə edə bilərsiniz, ancaq bu daha sonraki mədəniyyət mövzularını öyrənəndə qarşığa səbəb olacaq. Niyə görə? Tutalım, 8-9-cu yüzillik ərəblərin dövründə olan Azərbaycandakı tikililərə nəzər salaq. 3 dənə cəmi. 1. Şamaxıda Cümə məscidi 8-ci əsr tarixində var. 8-ci əsr Bərdə şəhəri yaxınlığında Tərtər çayı üzərində körpü var. Bir də Tiflisdə hamam var. Bu 3 dənə abidəmiz
yəni memarlıq nümunəmiz Ərəb işğalı dövrünə aiddir. 8-9-cu yüzilliyə yadda saxlayaq. Nələr oldu? Bərdidə Tərtər çayı üzərində olan körpü, Tiflisdə hamamlar və həmçinin bir də nəyi vurğuladım özümün də yadımdan çıxdı. Şamaxıda Cümə məscidi. Diqqət, Cümə məscidi. İndi baxaq 9-11-ci yüzillik Azərbaycan müstəqil dövlətlər dövründə hansı memarlıq nümunələri var? Bura artıq biz aid edə bilərik Azərbaycan üçün. Ən incə qalası, Şamaxının Sündü kəndində məscid, bunun ili də var, 920-ci ilə aiddir. Şamaxının Sündü kəndindəki məscid, diqqətli olaq, ərəblərin işğalı dövründə Şamaxıda Cümə məscidi inşa olunub. Bu 8-ci əsrə aid bir şeydir. Və bir də var, Şamaxıda Sündü kəndində məscid. Bu isə 920-ci ilə aiddir və müstəqil dövlətlər dövrümüzə düşür. Deməli, Əlincə qalası, Şamaxıda Sündü kəndindəki məscid, 1027-ci ilə aid biz bir də deyək burada Xudafərin körpüsü, Şəhidlər mövzusundan keçmişdik. Bugünkü Cəbrayıl rayonunun ərazisində yerləşir hal-hazırda. Şimali-Cənublu Azərbaycanı birləşdirən bir körpü və bir də deyək Ağoğlan məbədimi deyək, Oğlan qala daha doğrusu, mən də çaşıram, Oğlan qala. Bir də Lerikdə, Lənkəranın aşağısında Lerikdə Oğlan qala. Deməli, 9-11-ci yüzilliyə aid olanlarımızı sadalayaq. Dedik biz burada Şamaxıda Sündü kəndində məscid 920-ci il. Bizim burada varımızdır Əlincə qalası. Bizim burada var Xudafərin körpüsü 1027-ci il və bizim burada bir daha var Lerikdə. Deməli, İbtidai quruluşuna gedirəm Zeyirma arasına. Lerikdə isə var Oğlan qala. Oldu, yadda saxlayaq. Bu dövrdə isə 9-11-ci əsr Azərbaycan memarlığına aiddir. Müstəqil dövlətlərimizin memarlıq nümunələri. Tamam. Memarlıq nümunələrimiz haqqında danışdıq. Biraz daxil olaq. Mədəniyyətimiz haqqında danışaq. Görə Azərbaycan mədəniyyəti bu dövrdə nə edir? Azərbaycanda sənətkarlıq əsas Azərbaycan dünyada xalçaçılıqla tanınır. Xalçaçılığın mərkəzlərindən biridir Azərbaycan. Baxaq, Sasanilər dövləti dövründə Xosrov Şirəvanın zamanında Azərbaycanda Xosrovun Baharı 4 fəsil adı ilə tanınan xalçalar düzəldilirdi, toxunurdu və həmçinin Azərbaycanın xalçaları Qərbdə, Avropada çox, belə deyək, maraq oyadırdı. 7-ci əsr Çin mənbələrində Azərbaycanın xalçaçılıq mərkəzlərinin biri olması barədə məlumat verilir və həmçinin bu dövrə aid bir anonim müəllifin əsəri var, Hüdud al-Aləm. Anonim, yəni müəllifi bilinməyən əsər deməkdir. Hüdud al-Aləm mənbəsində isə yenə Azərbaycanın yun məmulat istehsalı mərkəzi olması barədə Təbrizdə, Mərəddə, Ərdəbildə, Təbrizdə, Mərəddə daha doğrusu bir də Şəmkirdə belə deyək, yun məmulatlarının istehsal olunması, xalçaçılığa dair məlumatlar burada öz əksini tapıbdır və bundan başqa Azərbaycanda xalçaçılıq bu dövrdə əsas Təbriz xalçaçılıq məktəbidir. Öndə gedən məktəblərimizdən biridir. Təbriz xalçaçıları dünyaca məşhurdur. Hal-hazırda bugün belə Təbriz xalçaları məşhurdur. Sadəcə olaraq onu İran xalçaları olaraq dünya müəyyis olaq. Həqiqətən pis bir hadisədir ki, hal-hazırda Azərbaycan xalçalarını, Təbriz xalçalarını məhz dünyada İran xalçaları, türklər eşidibsizmi? İran xalları deyirlər. İran xalçaları olaraq tanıyırlar. Neynək? Baxaq buradan Əl-Müqəddəsi, ərəb səyyahlarımızdan biri. Əl-Müqəddəsi görün nə deyir? O da Azərbaycanda məxfur adlanan xalçaların belə deyək, toxunması barəsində danışır. Təbrizdə, Mərəddə, Ərdəbildə məxfur adlanan belə deyək ki, xalçaların toxunması barədə məlumat verir Əl-Müqəddəsi. Bundan başqa bu dövrdə bizim Əl-Məsudi var. Görsünüz hamısı Əl-Müqəddəsi, Əl-Məsudi neyniyək? Qalmışıq indi ərəblərin əlində. Əl-Məsudi o dövr üçün Azərbaycanın Bərdə şəhərindən və həmçinin də biz deyək ki, deməli Qarabağ ərazisi haqqında məlumat verir bizə. Bərdə və Qarabağda xalçaçılığın yüksək dərəcədə inkişaf eləməsindən bizə xəbər verirlər. Deməli, toparladıq. Biz burada danışdıq Əl-Məsudi, Əl-Müqəddəsidən. Əl-Məsudi dedik ki, mən burada neyləmişəm? Əl-Məsudi dedik ki, deməli,
2 dəqiqə. Onda onu səhv dedim. Diqqətli olaq uşaqlar, deyən bir şey səhv dedim. Burada bir də baxaq. Əl-Məsudi, Əl-Müqəddəsi. Deməli, Əl-Məsudi nədir? Bunların adını beynimdə nə quraşdırıb, dildə nə deyirəm? Əl-Məsudi Məğfur xalçalarından danışır. Təbriz, Mərənd, Ərdəbil şəhərində deyil, Məğfur adlanan xalçalar var. Əl-Müqəddəsi isə Bərdə şəhərində və Qarabağda belə deyək, düzəldilən xalçalar barədə bizə məlumat verir. Əl-Müqəddəsi haqqında eşitmişdik. Təbriz şəhərinin başlıca şəhər olması, saf qızıla bənzədilməsi haqqında məlumat verir. Əl-Müqəddəsi gəldi Bərdə, Qarabağda yenə bizə nədən məlumat verir bu səfər? Bərdə və Qarabağdakı xalçalardan bizə məlumat verir. Hələ Əl-Müqəddəsi yenə məlumat verir. Gəlin baxaq, Əl-Müqəddəsi və Gövhər bir nəfər də artıraq. Əl-Gövhər var. Bunlar Azərbaycanda qırmız adlanan bir belə deyək, heyvan, boya maddəsinin yetişməsi barədə məlumat verirlər. Heyvan dedim, daha doğrusu boya maddəsi. Əl-Müqəddəsi və Gövhər deyək, qırmız adlanan Azərbaycanda bir bitki növü var və bunu şərqi qərbi Azərbaycan neynir, ixrac edir. Bundan boya maddəsi əldə etmək olur. Və bundan başqa Azərbaycanda bu dövrdə marina adlanan bir bitki növü də var. Həmən o marina bitkisi də boya almaqdan ötəri istifadə olunur. Həm qırmızı, həm boya bunlar bitkilərdir və bitkilərin köklərindən suya belə deyək, qarışdıranda müxtəlif rənglər, müxtəlif boyalar əldə etmək olurmuş o dövr üçün. Tamam, davam edək, danışaq bizim mədəniyyətimizin ən əsas hadisəsi bu dövr üçün Kitabi Dədə Qorqud dastanıdır. Yoldaşlar, Kitabi Dədə Qorqud dastanı türklərin, Oğuz türklərindən qədim dastanlarından biridir, elə ən birincisidir. 7-9-cu yüzillikdə ozanlar tərəfindən deyilib, yayılıbdır və şifahi xalq ədəbiyyatımızın, ümumiyyətlə türklərin ortaq, belə deyək, qəhrəmanlıq, əsatiri, qəhrəmanlıq dastanıdır. Burada Oğuz türklərinin yaşadığı bölgə barədə danışılanda məlumatda biz görürük Qarabağ yaylaqlarından, Agöz qayalarından, Göyçə gölü ətrafından, yəni müasir Azərbaycandan danışılır. Oğuz türklərinin mərkəzinin Azərbaycan olması haqqında məlumat verilir və Oğuzların Gürcülərlə, Xristiyanlarla, əsasən də Bizans dövləti ilə apardığı müharibələrdən, Oğuz xalqının, Oğuz türklərinin mədəniyyətindən biz xəbər alırıq. Oğuzlarda qaçanı qovalamaq, düşməni belə deyək, məğlub eləmək, dar gündə incikliyi itirmək, incikliyi unutmaq, belə deyək, qadınlarda ismət, namus, bu kimi özəlliklər hər biri təriflənir və danışılır və biz bunun sayəsində, bu Kitabi Dədə Qorqud dastanı sayəsində Azərbaycan xalqının ən qədim dövrdə, belə deyək, daha doğrusu orta əsrlər dövründə necə yaşadıqları, hansı mədəniyyətə yiyələndikləri, İslam dinini necə yaşadıqlarını, gündəlik həyat, məişət həyatını və s. öyrənə bilirik və Kitabi Dədə Qorqud bizim üçün mühüm, belə deyək ki, mənbədir. Kitabi Dədə Qorqud dastanında danışılan türklər Bayat tayfasındandılar və burada Xanlar xanı Bayandur xandan bəhs olunur. Deyirlər ki, hər hansısa bir mübarizə olanda, müharibə olanda Bayandur xanın hərbi məclisi toplanır. Həmən hərbi məclisdə Oğuz türklərinin böyükləri əyləşirlər və birlikdə nə edəcəkləri barədə müzakirələr aparırlar. Və biz artıq Kitabi Dədə Qorqud dastanında Oğuz dövləti haqqında, Oğuz dövlətinin quruluşu haqqında, onun hətta biraz dərinə dalsaq siyasi tarixi haqqında məlumatlar öyrənə bilirik. Və şifahi xalq ədəbiyyatımız olan bu Kitabi Dədə Qorqud dastanının 2 ədəd nüsxəsi var. 2 ədəd yazıya alınmış nüsxəsi. Bunlardan biri hal-hazırda İtaliyada, Vatikanda saxlanılır. Bir digəri isə Almaniyada Dresden kitabxanasında saxlanılır. Və bir maraqlı bir məsələ var, bunu yadda saxlamaq lazımdır. Dədə Qorqudun qəbri haqqında məlumatlar var. 17-ci əsrdə Azərbaycana gəlmiş 2 səyyahımız, bir türk, bir alman. Alman olanın adı Adam Oliyari və türk olanın adı isə Övliyyət Çalabi. Osmanlı türklərinin bir səyyahı olubdur və hər ikisi məlumat verirlər ki, güya Dədə Qorqudun qəbri hal-hazırda Dərbənd şəhərindədir və orada dəfn olunubmuş. Belə bir də məlumatımız var. Gəlin Kitabi Dədə Qorqud dastanının bu 4 boyuna da nəzər salaq. Bizim bu tarix kitablarımızda mədəniyyət mövzusunda verib. Vəkiloğlu İmran bəyin
boyunda. Burada danışılan əsas məsələ Oğuz dövləti haqqında danışılır. Oğuzların gürcülərlə müharibə aparması, Bizans yox, daha doğrusu burada əsas gürcülərlə müharibədə danışılır və küsüyün müharibə zamanı küsüyün bir qırağa atılması, Oğuzlar arasında birlik, düşmənə qarşı mübarizə, gürcülərin məğlub olunması haqqında Bəkiroğlu İmran bəy boyunda geniş şəkildə danışılır. Digər bir boyumuz isə Salur Qazanın evinin yağmalandığı boy. Burada ana haqqının Tanrı haqqı ilə bərabər tutulması haqqında məlumat verilir. Salur Qazanın oğlu Urus bunu ifadə edir boy gedişatında. Bundan başqa Dəli Domrulun boyu var. Dəli Domrulun boyunda isə orada bu boy əsasən əfsanəvi boydur. Və belə deyək ki, burada əsasən biz Oğuzların gündəlik həyatından, məişət həyatından, onların su dəyirmanlarından necə istifadə edildiklərindən, kənd təsərrüfatı, maldarlıqla necə məşğul olmaları barədə məlumat əldə edirik. Qoca, deməli, nə idi bunun adı? Qanturalının boyu. Həmən Qanturalının boyunda isə biz məlumata rast gəlirik. Deməli, Bizans Oğuz dövləti arasındakı münasibətlər. Belə ki, burada Qanturalı gedir Bizansa, burada belə deyək, Trabzon hökmdarının qızını əldə etməkdən ötəri bir sıra döyüşlər həyata keçirir və daha sonra Bizansın burada necə bir məkirli siyasət aparması barədə bizə Dədə Qorqudun bu boyunda məlumat verilir. Belə ki, Qanturalını aldadıb eləyirlər. Bizansın məkirli siyasətinə axırda ancaq bizim bu Oğuz igidi qalib gəlir. Deməli, bu boyumuzda Bizans və belə deyək ki, Oğuz dövləti arasındakı münasibətləri əhatə edirdi. Tamam, qaldı burada bir nəyimiz. 1998-ci ildə Heydər Əliyev liderimiz Kitab Dədə Qorqud dastanının 1300 illiyinin keçirilməsi barədə fərman imzalayır və 2000-ci ildə bu uğurla həyata keçirilir. 1300 illiyi Dədə Qorqudun həyata keçirilir və Kitab Dədə Qorqudun dastanının 1300 illiyi çərçivəsində Azərbaycanda Dədə Qorqud parkı, Dədə Qorqud heykəli 2013-cü ildə inşa olunur. Bu kimi hadisələr belə. Bundan da yekunlaşırıqmı? Bəli, yekunlaşırıq. Bir hadisəmiz qalıb, xalçaçılıqda bir şey vurğulamamışıq. Azərbaycan xalçaçılığı, Azərbaycan xalçaları daha doğrusu 2010-cu ildə UNESCO-nun qeyri-maddi irs siyahısına daxil olunubdur. 2007-də Qobustan qoruğu ibtidai quruluşunda keçmişdi, UNESCO-nun qeyri-maddi irs siyahısına daxil olmuşdur. 2010-cu ildə isə biz vurğulayırıq. Azərbaycan xalçası da bu qeyri-maddi mədəni irs siyahısına daxil olubdur Azərbaycan xalçaları. Beləliklə Azərbaycan mədəniyyəti mövzusunu da yekunlaşdırdıq. Ümid edirəm sizin üçün aydın şəkildə izah verdim, sizin üçün faydalı olar. Gələn mövzu izahatlarımızda görüşənə qədər o zaman yoldaşlar sağ olun, salamat qalın.